Onlardan kesin. Sabah. Hörmətli tədbir iştirakçıları, çox hörmətli şəhid valideynləri, ictimaiyyət nümayəndələri, xanımlar və cənablar, bugün Azərbaycan Respublikası tarixinin ən dəhşətli və qanlı səhifələrindən biri olan Xocalı soyqırımı
şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti ilə toplaşmışıq. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri Xocalı şəhərində vəhşilik törətmişlər. Xocalıda baş vermiş hadisələr tək Azərbaycan Respublikası əhalisinə qarşı soyqırım deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik aktı idi. Sonradan keçən illərdə Ulu Öndər Heydər Əliyev ilk dəfə Xocalı hadisələrinə siyasi hüquqi rəy verilməsinə nail oldu və onun siyasi varisi Respublikamızın Silahlı Qüvvələrinin Ali Baş Komandanı, hörmətli Prezidentimiz Xocalı şəhidlərinin qanını 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri zamanı ləyaqətlə aldı. Bugün Azərbaycan xalqı Xocalı şəhidlərinin əziz xatirəsini ehtiramla yad edir və eyni zamanda fəxr edirlər ki, onların qanı yerdə qalmadı. Xocalı soyqırımının baş verdiyi hadisənin faktlarına, rəqəmlərinə fikir verəndə adamı dəhşət bürüyür. Həmin qanlı gecədə 613 nəfər qətlə yetirilmiş, 1270-dən artıq adam girov götürülmüş, 150 qadının, 70 yaşlının, 65 uşağın taleyindən xəbər yoxdur. Həmin qanlı gecədə 8 ailə ümumiyyətlə məhv edilmiş, 20 ailə hər iki valideyndən, 130 uşaq isə bir valideyndən məhrum olmuşdur. Xocalı hadisəsinin qurbanları və dəhşətləri daha da böyükdür. Bugün biz iftixar hissi ilə qeyd etmək istəyirik ki, bəli, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Xocalı şəhidlərinin qanını almış, erməniləri onların qətl edilmiş doğma torpaqlarımızdan çıxaran bütün şəhidlərimizin əziz xatirəsini də bugün ehtiramla yad edirik. Həm Xocalı şəhidlərinə, həm Qarabağ müharibəsinin bütün şəhidlərinə Allahdan rəhmət, qalanları isə səlamətçilik arzulayırıq. Şəhidlərin valideynlərinə səlamətçilik arzulayırıq. Allah şəhidlərimizə rəhmət etsin. Allah rəhmət etsin. اللهم صل على محمد وآل محمد اللهم اغفر لجميع شهدائنا وارفع درجتهم واحشره مع محمد وآل محمد بحق نبينا وآله وبحق الفاتحة. Allah rəhmət eləsin. Şəhidlərimizin ruhuna gələn həftənin 5-ci günü biz ehsan süfrəsi verəcəyik, iftar süfrəsi verəcəyik. Burada olanlar və onlarla hamımız ona dəvət. Salamat.